Salam əziz dostlar, hər birinizi xoş gördük. Videonun da başlanğıcında yazıldığı kimi. Son keçirilən qəbuldakı bu sual səhvdir. Ümumiyyətlə qeyd edeyim ki, bu video son keçirilən 3 may imtahanında bir çox tələbənin hələ də sualın səhv ya da doğru olduğu ilə bağlı olan şübhələrini aradan qaldırmaqdan ötəri çoxlu istəkdən sonra çəkilib. Yəni tələbələr bu sualın niyə 2 dənə variantının olduğu və yaxud da ki, hansı variantın daha məqbul sayıla biləcəyi ilə bağlı soruşmuşdu. Mən istəyərdim ki, Dövlət İmtahan Mərkəzinin bununla bağlı yanaşması var. Birinci onunla tanış edim. Sonra bir çox tələbənin dediğim bir tip var, onunla tanış. Ümumiyyətlə, bu gördüğünüz sual tipində Dövlət İmtahan Mərkəzi bu sualda, yəni belə sadə bir yanaşma istəyib. Normalda biz bu kimi suallarla həm Dövlət İmtahan Mərkəzinin öz test toplusunda da rastlaşmışıq. Məntiq sualların içərisində də belə suallar mövcuddur. Ziqzaqvari toplanmasını istəyib 2-nin, 3-ün və 8-in. Bunların cəmi eləyir bizdə 13. Sonra daha sonra 4'ün, 4'ün və 6'nın cəmi. Bu delil 14. Aralarındakı fərq 1-ə bərabərdir. Yəni verilən misalda baxın 1, 1, 5. Bir burada hamısını toplayacağım ki, yəni siz görmüş olasınız. Bura bizdə eləyir 7 çıxılsın. Daha doğrusu 7-dən çıxaq. 3, 5, 8. Yəni 8 çıxılsın 7 bərabərdir 1. Bu misalda da həminki uyğun olaraq 9'u, 4'ü və 5'i toplayıb. Bu bizdedir 18. Çıxılsın. Digər tərəfdə bu göy xəttləri. 6'nın 3'ü və 8'i. Yəni bu delil 17. Yenə edir 1. Demək mən bu gördüyünüz variant hissəsində də yenə cavab 1 almalıyam. İndi burada nədir? Gördüyünüz üzrə burada hansı istiqamətdəkiləri çıxır dostlar verilən hissədə. Yəni sağ qol üstündə 4, 4 və 6. Bu ziqzaqdan sol tərəfdəkini. O zaman mən 3'ü, 4'ü və 1'i toplasam eləyir 8. Yəni mən nədən 8 çıxsam 1 qalar 9'dan. Ona görə 6'm var, 2'm var, nəyim çatmır? Sual işarəsinin yerinə 1. Bəli, bu misalın doğru variantı 1'dir. Ümumiyyətlə, bu misalla bağlı belə bir izah verilmişsə, bu sual təbii ki, tələbələr tərəfindən belə yönləndirildiyi üçün ola bilər, variantlar da fərqli ola bilər. Tələbələrin iddia etdiyinə görə həm variantda 1, həm də 8 variantı var. Və buna bu görə də mən belə bir açıqlama verim. Əgər 8 olsaydı, bu misal düz ola bilərdi. Ümumiyyətlə, bir misalın normalda biz həmişə bir neçə həllinin olduğuna şahid olmuşuq. Bəzi hallarda təbii ki, misalın əsasən bir variantı olur da, yəni düzgün variantlarsa. Bəs tələbələrin yanaşması nədir? Bu, Dövlət İmtahan Mərkəzinin, yəni bir götürmək üçün olan əsaslı bir həllidir. İndi gəlin o 8'i tapmaqdan ötəri görək, digər variant nədir? Demək, əsaslandırılma bununla bağlıdır ki, verilən misalda, indi bu sual işarəsi qalsın, burada 24, yəni yuxarısı, burada 36'dır. Toplanır. 24'ün üzərinə gəliblər. 36'nı burada çıxılır. Həmin bu ortadakı 48. Bərabər edir 12'yə. Və daha sonra rəqəmləri cəmi toplayır 3. Bu proses burada da elədir. 13 üstə gələk 51 və çıxılsın 50. Yenə burada qalır. 51 üzr istəyirəm. Mən də 51'i burada toplamışam. 50'ni toplayıb 51'i çıxırım. Yenə qalır 12. Birlə də 2'ni toplayır yenə 3. Bu misalda da 69'un üzərinə gəlib 85'i. Buradan da çıxıb 43'ü. Qalır 111. Və yenə 3 rəqəmə rəqəmləri cəmi bərabərdir 3. Bu misal yol ən sonunda deyəcəm. Niyə 8 və yaxud da ki 1 ola bilər? Niyə 8 olmasın? Daha sonrasında yəni burada 36 ilə fikirləşdim ki, nəyisə toplasam 24 çıxsam 3 qalar. Biz əslində buradan fikirləşə bilərik ki, 36'nın üzərinə buradakı ədədlərdən nə gələ bilərəm? 18. Və çıxır ondan 24'ü bərabərdir 30. Sonra bunun rəqəmləri cəmi toplayır, eləyir 3. İndi məsələ nədir burada? Məsələ odur ki, Dövlət İmtahan Mərkəzinin verdiyi həll yolu. Bu, təbii ki, tələbələrin fikrində tutduğu həll yoludur. Yəni ki, 8 alıblar.
Amma burada əslində Dövlət İmtahan Mərkəzi cavablandırdığı 1-dir. Bəs yaxşı, belə hallarda nə kimi hallar müşahidə edilir və Dövlət İmtahan Mərkəzi nə kimi qiymətləndirmə verə bilər? Belə bir haldan biz bir neçə dəfə rastlaşmışıq. Məntiqdə olmasa da digər suallarda olub, qanunda olub, informatikada olubdur ki, bir sualın bəzən 2 dənə doğru həll yolu olub və ikisi doğru da olub. Yəni ulduz söhbəti olmasa da, yəni əgər məsələn kim ki bir yazıbsa, bir yazana da doğru bənd verilir və hansı ki 8 yazdığını iddia edən dostlarımız varsa və həll yolunu bu olduğunu israr edirsə və Dövlət İmtahan Mərkəzi buna bağlı şikayət edirsə, inanıram onların da şikayəti təmin edilib. Yəni 8 yazıblarsa, çox böyük ehtimal bu sualı səhv sual olaraq götürülməyəcək. Əgər təbii ki bu sual Dövlət İmtahan Mərkəzinin qəbula saldığı sual olaraq iddia edilən variantlar üzrə budur. Ki, yəni bir də vardı, cavabda 8 də vardı və tələbələrdən bəziləri hətta yəni bununla bağlı apellyasiya şikayət verir və şikayətlə bağlı da Dövlət İmtahan Mərkəzinə gedib, yəni bu misalda biri daha doğru variant olaraq götürməkləri bəli məqbuldur. Amma ki, misal səhv deyil, bu əvvəla 1. Kim bir yazıb 1-dir. Və 8 yazanlar varsa və 8 yazmaları ilə bağlı, yəni bu üsulu israr eləsələr Dövlət İmtahan Mərkəzinə ki, yəni bir misalda mən biri fikirləşməmişəm. Mən 8 versiyasını fikirləşmişdim və versiyam budur. Hə, o zaman 8 versiyası da doğru götürülə bilər. Amma 100% 8 olan versiya doğru götürüləcəkmi? Bu Dövlət İmtahan Mərkəzinin verəcəyi bir qərardır. Amma məsələn kimsə ola bilər 4 variantı yaza bilər, 5 variantı yaza bilər, 2 variantı yaza bilər. Və həmin dostlarımızdan da ola bilər kimlərsə apellyasiya şikayət vermək istəsə ki, yox, misal səhv deyil dostlar. Sadəcə ora təsadüfən, yəni bu misalda 2 dənə variantın olmağı, yəni ikinci variantın isə çox, yəni az sayda bir neçə nəfər tələbənin fikirləşməsinə irəli gələn bir şeydirsə, yəni həmin adamlar apellyasiya versə, bəlkə də 8 versiyası da onlar üçün qəbul edilə bilər. Ümidvaram bu video sizlər üçün faydalı oldu və bu son dönəm bir neçə gün ərzində bütün demək olar ki, dövlət qanunacılığını ən çox düşündürən sual idi. Ümidvaram bu sual da sizlər üçün aydın şəkildə izah etdim. Sizə növbəti imtahanda uğur arzulayıram. Kəsilən dostlarımız da qətiyyən pis olmasınlar. İnşallah növbəti imtahanda daha yuxarı bal yığarlar. Hər kəsə uğurlar.